çöldə biri ilə bir tanışlığım olur. Evə gəlirsən, telefonu açırsan, bir gündən sonra həmin adamı təklif edir Facebook sənə. Deməli, əşyaların interneti sistemi var. Bizim evdəki deməli kondisionerdən tutmuş, smart televizordan tutmuş, telefon, kompüter hamısı internetə bağlıdır, Wi-Fi-yə bağlıdır. Olduğumuz yerlər, telefonlarımızda internet açıq olur, GPS açıq olur. Bu sistem bizim harda, kimin yanında olduğumuzu, bu dəqiqə məsələn, süni intellekt bilir ki, biz ikimiz yaxınıq. Nədən bilə bilər? Deməli, mobil telefonlarımızın e-mail kodlarından və yaxud GPS siqnallarından yanaşı olduğunu bilir. Deməli, siz kiminsə yaxınlığında olanda, onunla söhbət eləyəndə, sonra sosial şəbəkədə onu sizə təklif eləyir. Bunlar elementar şeylərdir. Bu, hamı izlənilir. 24 saat beynəlxalq qlobal sistemlər hər kəsin fəaliyyətini, arzularını, zövqünü, hərəkət marşrutunu, düşüncəsini, sözlərini, yemək zövqünü, hamısını bilir. Psixologiyasını, insanlarla münasibətini səslərimizə kimi yazır və ona uyğun bizə informasiyalar verir. Bu məlum şeydir. İndi qaldı bu informasiyanın əldə olunma mexanizmlərinə. Mən biraz mühafizəkar adamam, klassik məsələlərin tərəfdarındayam. Çalışıram daha çox kitab şəklində oxuyum. Çünki onun bir energetikası var, onun bir doğmalığı var, onun bir rahatlığı var. Texniki olaraq telefondan, kompüterdən oxumaq həm gözü yorur, həm beyni yorur. Amma məcbur olanda bəzi kitablar Azərbaycanda yoxdur. Məsələn, mən onu PDF şəklində, indiyənə kimi mən PDF-də 600-dən yuxarı kitab oxumuşam telefonda, təkcə telefonda. Deməli, bəzi qiymətli elmi əsərlər var, bədii əsərlər var ki, Azərbaycanda yoxdur, çap olunmayıb ümumiyyətlə. Mən onu rus, türk dillərində filan da internetdən tapıb PDF formasında oxuyuram. Və yaxud beynəlxalq elmi saytlar var, elmi jurnalların saytları var, filanı var, forumlar var. Oradakı məlumatları məcbur ondan oxumaq. Amma nə ki kitabdadırsa, onu kitabdan oxumaq lazımdır. Amma elm bugün nəyə sübut eləyib? İnsan beyni daha çox vizual informasiyanı qəbul edir. Yəni biz məsələn bir kitabı oxuyanda və onun o roman əsasında çəkilmiş filmə baxanda film bizə daha çox təsir edir, daha çox yadımızda qalır, daha çox oradan nəsə götürür, nəinki o kitab. Çünki beyin vizual qavrama sistemində qurulub. Biz gördüklərimizə inanırıq, gördüklərimizi daha çox yaddaşa saxlayırıq. Yoxsa indiyənə kimi milyonlarla kitab oxumuş, çoxsu yadımdan çıxıb. Amma kinoların hamısı yadımızdadır. Ona görə vizual, hardakı mümkün, ona görə sənətli filmlər çox vacibdir, çox effektlidir. Deyilən söz kadrla, səslə müşayiət olunmalıdır, göstər. Beyin onda daha yaxşı qavrayır. Məsələn, məktəblərdə də görürsünüz, çalışırlar ki, Sovet dövründə bizdə var idi, dia filmlər var idi, bəzi elmi mövzuları, lentləri var idi, film verirdilər, ekranda bizə göstərirlər, qədim skorlar, insanlar və bunlar vizual daha yaxşıdır, nəinki. Amma tamamilə kitabı sıradan çıxartmaq da olmaz. Kitab mümkün qədər kitab mədəniyyətini saxlamaq lazımdır. Qəzet, jurnal, kitab mədəniyyətini saxlamaq lazımdır. Amma paralel olaraq elektron sistemlərdən istifadə etməliyik. Heçməm, çox təşəkkür edirəm. Son 3 dəqiqə bununla bağlı bir şey deyəcəm. Dediniz, bəli, dediniz bu texnologiya elə bir, yəni əlimizdəki telefonlar belə GPS kodları ilə bir-birimizə bir yerdə olduğumuzu xəbər verir. Pandemiyada belə bir informasiya yayıldı ki, demək Bill Gates elə bir sistem kəşf edib, nə isə də, yəni elə bir plan qurub ki, insanların demək beyinlərinə çip yerləşdirəcəklər falan. Sonra sosial şəbəkələrdə bizim dostlarımız belə zarafatlaşırdılar ki, tutaq ki, kənddə deyir Tofiq ki, deyək ki, bir dənə bənnadır da, onun nə Bill Gates'in nəyinə lazım, onun deyir, dərisinin altına çip yerləşdirsin. Əsassız yanaşmadır, bizim kimin nəyinə lazımıq söhbəti. Dünyada yalnız beyinlər uğrunda, insanlar uğrunda mübarizə gedir, sərvətlər uğrunda yox. Kütlələrə, insanlara... O Georgi Orwell'in bir dənə əsəri var, 1984. Orada 101-ci şey var, həmin o mövzu odur. Qlobal planlar, qlobal diktatura qurmaq, qlobal dünya. Bunu gizlətmirlər. Açıq-aşkar Amerika televiziyalarında qlobalistlərin ideologları bunu canlı yayımda açıq deyirlər ki, biz belə bir dünya qurmaq istəyirik. Yəni kütlə lazım olar. Rəsmi proyektlərdir. Kütlə lazımdır, kütləni idarə eləmək lazımdır. Texnologiyanı idarə eləmək. Məsələn, digital tanrı adı verilən bir sistem yaradırlar bugün dünyada texnoloji cəhətdən. İndi Lord dildə adı digital tanrıdır, yəni elektron tanrı. Bu elektron tanrı vasitəsilə insanların bütün məlumatlarına yiyələnmək, onları idarə eləmək, çip qoymaq imkanları da müzakirə olunur və yaxud şüalarla, siqnallarla, insanın məsələn frekanslarla beynində onun hisslərini dəyişdirmək, fikirlərini dəyişdirmək, bəli. Psixologiyasını kamikazə kimi də. Bəli, zombi kimi. Yəni bu texnologiyalar üzərində iş gedir, institutlar işləyir bunun üzərində. Bu elə-belə deyil. İnternetdə test sistemləri, süni intellekt öyrənir bizim fəaliyyətimizi, həyatımızı dayanmadan. Beyinlər uğrunda mübarizə gedir. Yalnız beyin uğrunda mübarizə gedir dünyada. Başqa bütün mübarizələr boş gedir. Yalnız insanlara hökm edərsənsə dünya hökm edə bilərsən. Sərvətlərə, nə bilim, neftə, ağaca yox. İnsanların beyninə hökm edərsənsə, hamı səni, tabii sən idarə eləyəsən dünyanı. Ona görə təbliğatla gec alınır da. Bəli, gec alınır. Əsrlər lazım olur. İnsan beyni kompüterə bağlanıb artıq. Keçən il Elon Musk
bağladılar, yəni insan beyni ilə inteqrasiya elədilər. Məlumatları artıq kompüterdən beyinə, beyndən kompüterə köçürmə texnologiyası hazırdır, alt bazası. Bu yaxınlarda kvant kompüterləri yaranacaq, artıq yaranmaq üzrədir. Kvant kompüterə yaranan sonra bəşəriyyətə Allah rəhmət eləsin. Yəni nə mənada, əgər bu qlobal qüvvə əlində böyük bir imkan qazanır digital imperiya qurmaq üçün. Qlobal zombi imperiyası qurmaq. Bu elm və texnologiya vasitədir bunların əlində, bizi idarə eləmək. Bax, bu gün bunu kommersiya məqsədləri üçün istifadə edirlər, bizi zövqlərimizi formalaşdırırlar, bizə nəyi satmaq, nəyi idarə eləmək, nəyi yönəltmək, ideoloji, siyasi məqsədlərlə istifadə eləmək. Amma bir gün gələcək, bir düymə ilə idarə edəcək bəşəriyyəti. Çox əziyyət çəkməyəcəklər. Beyinlərə siqnalla o beynin sən qərar verəcəksən ki, bunu almaq lazımdır. Sən elə hesab edirsən, qərarı özün verirsən, amma onlar verir o qərarı. Qərarı dəyişdirirlər. Bu gün təcrübələrdə sübut olunub ki, məsələn, insana kənardan müəyyən frekanslarda dalğa verməklə onu durduğu yerdə qəzəbləndirmək mümkündür, yatızdırmaq mümkündür, güldürmək mümkündür, nə bilim nə mümkündür. Bu elmi faktdır. Beyin üzərində yüzlərlə institut işləyir. Sadəcə indi nədir? Beyinlə texniki şeyləri bir-birinə inteqrasiya eləməkdə problem var. Çünki bioloji hüceyrə ilə texniki material informasiyanı bir-birinə tam uyğunlaşdıra bilmirlər. Əgər bunu eləyə bilsələr, insanlar idarə olunan kütləyə çevriləcək. Bax, belə bir təhlükənin qarşısını almaq üçün insanlar ağıllı olmalıdır. Bu qlobal planlara alət olmamalıdır. Özlərinə düzgün dünya qurmalıdır, düzgün hökumətlər qurmalıdır. Tələb eləməli olarlar ki, texnologiyanı insanların xoşbəxtliyi üçün istifadə eləmək.